Hörmətli həmkarlar, hörmətli kollegalar, xanımlar və cənablar, qeyd eləmək istəyərdim ki, bütün dünyada qəbul olunmuş kimi Azərbaycanda da avqustun 1-dən 7-sinə qədər Ümumdünya Ana Sütü ilə layihəsi artıq başlanılır və bir həftə ərzində davam etdiriləcək. Qısaca tarixi qeyd etmək istəyərdim ki, 1989-90-cı illərdə İtaliyada İnoçensi deklarasiya qəbul olunub və 176 ölkəyə tövsiyə olunub ki, ana sütü ilə hər bir uşağı 2 yaşa qədər qidalandırılsın. Və burada da önəmli bir məqamı xüsusilə vurğulamaq istəyərdim ki, 6 aya qədər sırf ekskluziv qidalanma üstünlük təşkil edir. Əlbəttə ki, həm elmi cəhətdən, həm cəmiyyət üçün faydalı olan cəhətdən alimlərin apardığı elmi araşdırmaları təsdiq edib. Və xüsusilə də qeyd etmək istəyərdim ki, bizim müqəddəs Quran-ı Kərimimizdə də hər bir qadın öz uşağını 2 yaşa qədər əmizdirməsi öz tərəfini tapıb.